Oy böyle. Ciddi dalışlar çubuğun üstüne. Kırgın gedir uşaqlar. Ona var dalaşırlar. Çökmək olmur valla. Bir dənə iyi var. Təsəvvür edib. 15-14 yaş var. Kalaşnikov əlində. Millət, geləcəyimiz bütün qəbilələr hamısı Oma vadisində yerləşir. Vadi iki dağın, iki təpənin arasında olan dərəyə deyilir. Bütün buranın, yəni qəbilələrin hamısı orada toparlanırlar. Bəziləri tamamilə çayın qırağında məskunlaşıblar, bəziləri bir çaydan kənardılar. Amma ümumilikdə hamısı buradadılar. Amma ümumilikdə hamısı bu dərə ətrafında toplanıblar. Və Efiopiya ümumiyyətlə 81 qəbilədən ibarətdir. 81 qəbilə. Ka Gurdano naam maine? Gurda sa naam maine? How old are him? Huh? How old are him? Actually, in Omo Valley, the people, they don't count their age. Why? Because, you know, they believe to, when they count their age, Yeah. they believe, they say, we'll die soon. Aa, okey. Sadəcə mən baxıram ki, təqribi bunun 15-14 yaşı var. Kalaşnikov əlində çıxıb küçə ilə gedir. Sadəcə o 3-4 dənə qoyun quzuya görə bu adam Kalaşnikovdan fırlanır. Qəbilələr arası dava da ola bilər. Kimsə gəlib onun qoyun quzusuna dəyə də bilər. Və yaxud vəhşi heyvan, şir, pələng də çıxa bilər deyənə. Kalaşnikov həmişə üstündədir bu adamların. Uşaqlar, birazdan Hamar qəbiləsinə gedəcəyik, o heç. Sadəcə yolda gəzinti eləyirik, lokal şeylərə baxırıq. Biraz da söhbət eləyirik. Bizdə Ramazan, müsəlman orucluğu varkən, bunlarda da xristiyanlıqda da bəlli bir orucluq var. Bu orucluq, yarım il boşuma orucluğu tuturlar, amma bunlarda orucluq fərqlidir. Süd içmirlər, yumurta yemirlər və ət yemirlər və buna orucluq deyirlər. Qalan hər şey yeyirlər ha. Bir dənə bunları yemirlər. Bunun nə üzərindən? Dedi, mən sənə burada ət qonaqlığı verə bilmirəm də. Bizdə indi burada bu ölkədə bu yoxdur. Yəni çünki 2 ay olmur. Sonraki aylarda nə vaxtsa gəlsəm mən sənə onu həll edəcəm. Amma yəni indi alınmır. Orucluqdur bizim üçün. Maraqlıdır, mən bilmirdim bunu, indi öyrəndim. This is the mess. Ha, uşaqlar qarğıdalıdır. Deməli çörəyi də bundan alırlar, pivəni də bundan alırlar və dilə bu bizim üçün çox vacib bir şeydir. Girək içəriyə baxaq. İcazə vermirlər çəkməyə uşaqlar. Okay, okay. Because, you know, he tired and he feel bad. Okay. Don't feel me. Okay, okay. What's here? Hə, götürdü və onu o formaya. O şimdi ovdurlar, bu formaya gətirirlər. Ondan sonra ondan istifadə edirlər. Maşın orada işləyir bax. Bu xanım birinci arvaddır, ərinin birinci arvadı. Ya, say that. Boynundakı dəmirdən bilinir ki, ərinin birinci arvadı. Okay, good. Thank you. Demək istədiyi budur ki, bunları illərdir bu adamlar daşı sürtə eləyirdilər. İndi artıq ölkədə maşın var. Deyir ki, yəni bizim artıq maşınımız var, biz bunu maşınla eləyirik. 3 ədəd maşın var bu boyda yerdə. Yəni yoxdur, başa düşürsünüz, yoxdur. Gedək, insanlar işləyirlər, yorulurlar, agresivdirlər, düşmək istəmirlər, videoyu deyirlər çəkməməyə ona görə. Uşaqlar, bir fotoqraf olaraq gəldim. Afrikada fotostudiya tapmışam. Fotostudiyanın keçisi də belədir. Keçdik, dedim, bir dənə girək içəri baxaq da, görək neynirlər, neynəmirlər. Görək burada nə iş görürlər, başı. Belə şəkillər qoyublar, plakat olaraq reklam olsun. Ay. Hə, bizim fuş filmlər kimi 3-ün 4-də falan sənədlər şu şəkil çəkirlər. Orada çəkirlər. Bir otağa baxın, studiyanın vəziyyət də o deyil əslində. Bir dənə işıq var cəmisi, onda patolojiya istifadə edirlər. Divar da hansını istifadə edir, Allah bilir. Ya, yalnız bu divarı istifadə edir. Kafeli istifadə eləyəsi deyil ki. Qaqam indi özünə görə işləyir də. Allah çörəyini yetsin, nə deyim ki. Uşaqlar, dostum mənə deyir ki, gəl səni aparam şeyə, nədir onadır? Coffee shop'a. Biz hal-hazırda coffee shop'dayıq. Coffee shop'umuz belədir. Coffee shop'un İçərisini sizə göstərim. Coffee shop burada dəmlənir kofe. And burada da içilir. Okay, hi. Orxan, nice to meet you. Hamar qəbiləsinin okay. Now open. Hamar qəbiləsinin
Başını soxdum bura. Nəsən abi? Ağadan alaram. Hə, yer, okey. Girdi ayaqlarımın arasına. Bu hocam Hamer qəbiləsinin zadıdır. Rəsmi deyəndə onlar tərəfindən rəsmi zadıdır. Gididir. Bizim git gəldi bundan. Hoşum salam aleyküm salam getdik. Düşürük yola. Bu dəqiqə Hamer qəbiləsinə gedirik. Later. Then we come back. İnşallah deməli Hamer qəbiləsinin ən vacib seremoniyalarından biri bull jumping seremoniyasıdır. Bu isə gələn adamlar ora təsadüfi ya düşürlər ya da düşmürlər. Yəni qismətdən asılıdır. Bu planlı olmur, elə hər dəfə olmur. Sənin qismətinə düşməlidir ki, yəni onlarda bu seremoniya varsa gedəsən, görəsən. Yoxdursa, yəni mümkün deyil eləmələr. Çünki çox böyük tədbirdir. Bunun üçün inək, kəsilir. Orada çox proseslər var da. İndi gedəndə danışacağam, görəcəksiniz. Hə, uzun sözün qısası. Bəxtimizdən seremoniya düşmüşəm. Mənim şansıma bir şey gətirdiyi kimi burada da gətirib. Gedək görə nə olur? Çox həyəcanlıyam. Bu qəbilə üçün çox həyəcanlıyam. Millət çox uzun yol gəlmişik. Hələ nə bilim bir şəhərdən dönüb, yəni belə dəxilsiz bir meşəliyə girdiyimizdən yarım saat keçib hələ də çata bilmirik. Yəni bunlar əsasən normalda, yəni bəlli bir kənddən nə bilim deyək ki 15-20 dəqiqə maşınla məsafədə olurlar, amma biz yarım saatdır gedirik, hələ çata bilmirik, hələ bilmirəm nə vaxt çatacaq. Onlar da bir seremoniyadan xəbər tutub gəliblər uşaqlar. Tək biz deyilik. Çox dərinlikdədir bu qəbilə. Dedilər bura qədər maşınla, buradan o tərəfə ayaqla. Düşmüş indi yola gedirik. O ki çöllük, çəmənlikdir də buna bax. Çöllük. Bir kanister su tapacaq, 1 saatı gedir adamın. Bu çaydır. Yağışlı dönəmdə bu çayı akarsu olur. Amma hal-hazırda quraqlıqdır. Yoxdur, suları yoxdur yetmirən. Bu da o qəbilədən olan adamdır. İndi qəbilədən ayrılıb qəbiləyə adamlar gətirir. Mən yenə də qəbilə deyirəm, qəbiləyə. Deyir ki, qazarapa belə yerin dibindən suyu çıxardırlar və o elə qalır oradan götürürlər. Suyun dibindən çıxır da, palçığın içərisində su yığılır, dibindən çıxır. Başa düşmədim necə olur proses. Amma deyir elə əldə eləyirlər. Nə tərsə bilmirəm. Uşaqlar orada çimirlər. Balaca bir qayıqda sular var, lütdəniblər, çimirlər. Biz hələ yol gedirik, kalan yol gəlmiş uşaqlar. Ayaqlarım qırıq-qırıqdır, cırıq-cırıqdır. Amma gedirəm dərədə. Gedə dedim ki, gedib uşaqlara yaxından çəkə bilərəm. Dedi, vaxtımız yoxdur, seremoniya başlasa qaçırdacaq. Seremoniya yəni bizə görə saxla istəyirlər, onlar şin görürlər. Biz gedib onun üstünə çıxmalıyıq. Mütləq özdə tez-tez yeriməliyik. Bu heç dəqiq olmur, onların valideynlərinin qərarına görə dəyişir ki, bu bull jumping harda olsun. Ola bilər bugün burada olsun, ola bilər başqa yerdə olsun, ola bilər çox uzun məsafə qət eləyib. Yəni qəbilənin içində olmaya da bilər. Bilinmir o. Valideynin risk qərarına görə hər şey dəyişə bilər. Valideyn qərar verir ki, harda olmalıdır. Neyini burada bilinmir. Çöllüdə adamla qararı. Bəlkə də bu nəylə bunun idi. Hay Allah, mənə bir dənə videom vasıma bax. Tərs axırda yayın görsən burada. Tərs su axırır mənə. Mən nəzər alın ki, 24 saat yatmamışım. 24 saat yatmamışım, indi samolyotda yatmışam, 1 saat belə. Ona da yatmaq deməyəndə mürgülürsən. Yeməyə gəlir, oyadırlar. Tualetə duran olur, oyadırlar. Müxtəlif formalarda oyanırsan. Mən toplam 24 saatın 2 saatını yatmışam, onda eybəcər formada. Yəni, odur məni yoran. Sadəcə 2 dənə güclü kofe içmişəm, yəni ayaq üstəyəm. Yoxsa mən ölməliydim indi. Siz səs eşitmişsiniz. Onların qəlbə bir zurnaları var. Eşidildiğini mən seçdim. Onların qəlbə bir zurnaları var. Qadınlar o zurnanı çalırlar və kişilərə bildirirlər ki, məni vur. Kişidə taxta çubuqla, qırılmayan taxta çubuğu var, bu eşidilir. Qadınları döyür. Bu qadınların kişilərə sevgi göstəricisidir. Yəni mənsə sevgimi, sayğımı belə deyə, hörmətimi göstərmək əlaməti olaraq məni döy deməkdir. Qəribə adətdir. Oynayırlar, oy burin. Gedək. Bilməm, görsənmir, uzaqdan çəkirəm, tək görəsinəsə. Başqa turistlər də var. Bilin, rəqslərin qutardılar, yox, təzən başladılar, hə. Təzən rəqsə başladılar. Tez bunları götürək.
Çox bərbad iyi gəlir uşaqlar amma. Qadınların belindəki çapıqlara baxın, bu döyülməkdən yaranan çapıqlardır hamısı. Görün nə gündədir belləri. Hamısı döyülməkdən yaranır. Uşaqlar, qadın belindəki çapıqlara baxın. Bu çapıqların hamısı döyülmə izləridir. Yəni ərləri, qardaşları döyər və bunlar da bu döyülməyi özləri istəyirlər. Bunları məcbur edən yoxdur buna. Beautiful. You're beautiful. Yeah. You know, they're the singing from their jumpers family. Now they are saying and singing to the jumpers life. You know, when he's sick on his life, Okay. when he'll get problem. Now also they are also blessing them. Okay. Uşaqlar, səbəbini bilmirəm, amma bəzi qadınlar əyləşiblər. Bunlar niyə əyləşirlər? Digərləri oynayırlar. Və bu çağırışdır, çağırış səsidir. Bu prosesi mən bilmirəm, niyə bu var. Digər qadının ayaqlarındakı bilməm, zinət əşyalarını görmürsünüz. Məsələn, bu qadının boyunbağısı onun ərinin birinci arvadının olduğunu göstərir. Məsələn, bu qadının boyunbağısı onun ikinci arvad olduğunu göstərir. Eynən bu xanımda da birinci arvad olduğunu göstərir. O ağır metal. Qid gəldi, onu baş saldı ki, dedi bizim bəxtimiz onu gətir, biz düz vaxtına çatmışıq. Proses birinci dancingdir, ikinci ya vurmaq deyə rəyləməkdir, səhv eləmirəmsə rəyləmə sonra vurmaqdır. Dördüncü isə tullanmaqdır, jumpingdir. Düz vaxtına gəlib düşmüşük, bu sevindiricidir. Maya City? No? No? Gedə görə nə baş verir? Bu çox vacib seremoniyadır uşaqlar. Bunu deyib gəlmişəm belə deyə. Bu tullanan olacaq uşaqlar. Oğlan tullanmalıdır. Bugün kişilik dərsindən keçməlidir. Əgər tullana bilsə öküzlərin üstündən bu dərsi keçmiş olacaq və nəticə etibarına qəbildə kişi və hörmətli bir adama çevrilmiş olacaq. Hələ ki buna kişi saymırlar. Yəni burada insanlar doğuşdan kişi kimi doğulmurlar da. Yəni qəbul olunmurlar, belə deyə, daha düzgün çıxır. Bunlar bu prosesi gəlirlər, bir yaşa çatırlar, o yaşdan sonra bu imtahana girirlər. Bu imtahandan keçə bilirlərsə nəticədə kişilik statusunu ala bilirlər. Və ondan sonra mütləq dərəcədə artıq arvad ala bilmə məsələsi yaranır. Buna qədər arvad ağzına ala bilməz, sevdiyi qızın söhbətini eləyə bilməz. Bunlar hamısı sonradan yaranır. Bunlar qaçdılar, mən gedim sən də qaç. Bilmirəm hara qaçırlar. Düşmüşəm dallarıca valla billah. Hara qaçırlar bilmirəm. Qışqıra qaçırlar uşaqlar. Jumpingə gedirlər, yesanızı. Ne döyülməyə gedirlər ya da. Boşa düşmürsən, oğlum, bu nədir, bundan ağarırlar. Taxta ilə döyülmək istəyirlər. Uşaqlar, nə boyu qaçmışam bilmirsin. Ölürəm. Ona bax. Ona bax, yalvar. Yalvar ki, mənə də var. Bax. Dalaşırlar taxta üstü. Oyda.
Əlçəyim. Bax, orada yığışıla düşüblə bir dənə oğlan üstə. Dəhşətdir. Kişiyə döymək istəmir. Bunlar dalaşırlar ki, döyməni. Ona. Ciddi dalaşırlar çubuğun üstünə. Qırğın gedir uşaqlar. Bax, oğlan qalıb qıraqda. Bunlar əl çəkmirlər. Bax, dalaşırlar çubuğun üstünə. Ona. Bax, ona. Yaşlar, bax, ayaqsı qırxıc. Oy, blin. Ona bax. Ona bax, ölür ayaqsa. Dir döymə. Oy, blin, bu nədir Allah, mən görürəm. Bax, kişi qaçır. Düşürlər dalayıca. Bax, qırğındır. Oy, blin, qanıyır ala. Oy da. Vəhşilikdir bu ucu. Bu ucu vəhşilikdir. Ağlayır, ağlayır ki, mən qaldım, mənə vuran olmadı. Ciddi deyirəm. Başa düşürsünüz, lütfəni gəlib ki, mənə vuran olmadı. Mən məzələnmirəm, o uşaqla ciddiyəm. Bu nə deməkdir, mən başa düşə bilmirəm. O yara da hamısın. Qaçdı. Bilin, mən də düşmüşəm, hem onu dalayacaq. Ağlayır. Onu öz çubuğumla bir vur məni. Oy, bilin, alışdırdı bədənini hepsini. İndi belini bir də buna baxın, mən arxasıca gedirəm. Əslində YouTube'da mən bunu qoyanda şey eləyəcəm, qandır, bütün şuramdır, qandır beli. Beli bütün qandır. Qadının belinə bax, kəsik dağılır. Çox dəhşətli bir şeydir ya, bu nə adətdir, bu nə mədəniyyətdir. Ağlıma sığdıra bilmirəm, yəni. Nə deməkdir bu? Bu nə deməkdir, mən bunu ağlıma sığdıra bilmirəm. Müxtəlif adətlər, dünyada coğrafiyada nələr var, ay Allah. Hər coğrafiya müxtəlif möcüzələrlə doldu. Nə bilim. Bax, qaçdılar. O yanda başqa bir oğlan var deyənə, hamısı qaçdılar ki, gedək o dövsün bizi. Bu döymədi, gedək o dövsün bizi. Ona. Özlərini dağıdırlar, qaçırlar. Çəkdim yenə gedmirəm da, yeni prosesdir onsuz da. Ancaq bax, oğlan qaçır qab, bilmirəm, görürsün gözə. Bu nədir Allah? Bax, oğlan qaçır o yana. Düşübləri dağlayacaq, çəkmirlər. Bu nədir Allah? Buna qoydu belinə getdi. Uşaqlar, sözlərimi necə ifadə edeyim bilmirəm. Deməli, biz hal-hazırda Hamar qəbiləsindəyik. Hamer qəbiləsində bizim dilə çevirəndə, Hamar ingilislərdə, bizim dilə çevirəndə Hamer. Hamer qəbiləsindəyik. Hamer qəbiləsinin belə bir seremoniyası var. Çox təsadüfdən gəlib ora düşdük. Və mən Hamer qəbiləsi haqqında hələ sizə məlumat vermək imkanım olmuyor. Bir seremoniyanın ortasına düşmüşəm, dəlikxanadayam, şokdayam ki, nə deməkdir bu? Bu nə deməkdir? Hələ bunun davamı var. Qalıbı nədir? Arıya baxır. Neysə, bu prosesdə sizə izah elədim də, bunlar sevgi göstəricisidir. Qadınlar özlərini döydürürlər ki, mən səni sevirəm. Belləri şıram, cırıq-cırıqdır belləri, cırıq-cırıq. Baxırsa ürəyin partlayır ki, oğlum, məzələnirsən, adam özünü necə belə döydürsün. Yalvarırlar, körpə, böyük, balaca, fərq eləmir də, yalvarırlar ki, döy məni. Necə yaranıb bu adət, necə düşünüblər belə, mən başa düşmürəm. Yəni, bu o qadınlardır ki, onların boynunda nə ağırlıqda, bilməm, kiloqramına, bilməm, çox ağır dəmir sallanır ki, onu əri evlənəndə xüsusi şurup kimi, bolt kimi bağlayırlar, bir də ömür boyu açılmır, o ağırlığından şey asır ki, mən bu kişinin birinci qadınıyam. Yəni, mənim statusum daha böyükdür. Sonra ikinci arvadda isə 2 dənəli belə gümüşü rəngdə səp olur. O başqa şeyin göstəricisidir. Yəni, ikinci arvadam deməkdir. Belə-belə, yəni, burada arvadların sayı olmur da, nə qədər arvad ala bilsən al. Bu arvadları almaq üçün birinci, bu seremoniya sonundakı bull jumping eləyə bilməlisən. Sonradan isə sənin inəyin zadın öküsün olmalıdır ki, qızın atasına verəsən və qızı alasan.
nə bileyim, Allah bir söz tapa bilməm, sizə izah edeyim ki, burada proses nədir, burada yaşananları, yəni videodan bilməm, vibe necə hiss edirsiniz, video ilə burada görməklə eyni deyil də. Yəni, döyülmək istəmək nə deməkdir, yəni döyməni. Bax, dalaşırlar, bax gözlə. Bax, spor gedir, qırğın gedir, bax. Taxta üstündə 3 dənə taxta götürüb, üçü ilə də özümü döydürəcəm. Bu deyir ki, Allah birini mənə verdi, heç olmasa. Proses bu, belə ciddi deyirəm. Mırtdaşmam Allah'a. Belinə bax, arıqlığına bax, belinə cırıq-cırıq deyir beli. Qan axır ikisində belindən. Əgər onun üzərində bu qədər rəngarəng bəzək əşyaları varsa, ayağında, qolunda, boynunda, demək ki, bu yüksək imkanlı bir ailənin övladıdır. Bu da yəni yüksək imkan dediyimiz də şeydir. İnəyi, öküzü, qoyunu, keçisi, yəni maldarlıq şeylərinin çox olan ailələrdən danışırıq. Burada puldan, maddiyyatdan söhbət gedmir. Yenə qaçırıq, vallahi yenə qaçası olduq. Deyir ki, qaç tez elə. Mən də qaçıram. Çünki itirə biləcəyimiz momentlər ola bilər. O momentlərə görə deyir ki, qaç. Yəni bu momentlərin altı çəkilməlidir, deyir. Öldüm mən. Ay, bir dənə iyi var, bir dənə iyi var. Təsəvvür edib. Ola mənə vurdular, ola mənə də vurdular. Bu nə telefonada ola bu? Şokdayım uşaqlar. Ciddən şokdayım. Bilmirəm nə baş verir. Deyirlər yığışdırma özü, bax, xəstə kimi kullanır. Gir, məni döy. Əl çəkmir, itəliyirlər, əl çəkmir. Əl çəkmir, valla. Bax, ona dayanmır, əl çəkmir. İndi bizə uşağı rəynləyəcəklər. Oğlanlar da ayrılar, şey eləmə. Orada painting gedir, mən çəkə bilmirəm, qoymurlar. Əllərini sifli vururlar, bədənmə dəli oluram. Üstümə yıxılacaqlara bir dəqiqə. Xanadır, nə çəkə bilirəm, çəkirəm, amma ona var, dalaşırlar. Çəkmək olmur, valla. Uşağı da götürdülər, qoymadılar. Eləyə bilmədilər. Bu nədir Allah? Mən belə şey görməmişim. Əl çəkmir. Notalar çəkir və əl çəkmir. Buna bax. Bu nədir Allah? Bu hardan gəlir? Kanun yerosdan gəlmək üçün. İmkan vermirlər. Deyir ki, oğlansan. Qaqam, imkan verin, mən də çəkə bilim, nə olar? Sorry, may I take photo? Bir tərəfinə ağ, bir tərəfinə sarı çəkdilər. Niyə bilmirəm. Valla bu uşaq üçün travmadan başqa bir şey deyil. Uşaqlar, siz üçün bəlkə o sadəcə bir gözə çəkilən yumruydu. Onlar silib təzdən edirlər ki, nəsə düz gedmir. Yəni onlar onu önəmsə deyəsən qaşının tam üstündən getmir də ona görə. Yəni çox önəmli yanaşırlar bu dəqiqə bu məsələyə. Bizim üçün adi gələ bilər, amma onlar üçün belə deyil. Çox vacib mərasimlərdən biridir. Siz mənim nə gündə olduğumu bilməm, təsəvvür edirsiniz də gələ eləyirsiniz. Çox bərbad edəcəm uşaqlar, zorla girirəm, itəliyirlər, vururlar, amma eləyirəm bitər. Gəldi, yenə gəldi ki, döy məni. Allah əli çəkdi, sənə döyən.
Yen bakalım ne koyayım? This is the first Kadınlar yine geldiler. İmkan vermeyecekler. The best man. If you want to painting, you can do it. Uşaqlar jump eləyəcək olan oğlan gəlib o balacanın yanına. Now we are blessing each other, you know, the prayer. What they're doing? Blessing. Halım qalmadı qaçmaqdan. Yenə qaçırlar. Amma seremoniyanın əsas səsinə gedirlər. Onun o oğlanın kişilikdən, o kişiliyinə uyğun olan imtahandan keçə bilib bilməyəcəyini araşdırmağa gedirlər. Yəni indi o inəklərin üstünü atamalı olacaq. Atara bilməsə heç nə. Bu ömrünün axırına qədər bu qəbilədə aşağılanan bir kişi olacaq. Yəni kişi olmayacaq əslində. Başa düşdünüz nə demək istəyirəm. Uzun sözün qısası, oğlan qabaqda gedir, hamı da düşüb onu dalayacaq. Oğlan çox qabaqda, çayı keçməlidirlər. Çay qurusa da çayın digər tərəfində dirəyləyəcəklər. Bu öküzlər də, inəklər deyə, öküzlər deyə, məhz bu proses üçün aparılır ora. Arxaya bax, eyni qayda bir suaylı adam gəlir. Çox qəribə bir şeydir ya. Heç vaxt belə bir şeyin içine düşəcəyimi ağlıma gətirməzdim. Dəhşətdir qaqaş, dəhşət. Yav şoki, yav şoki. Çox dəhşətli bir şeylə yaşayıram. Ayrı bir heyecanlı, ayrı bir məsuliyyətli, ayrı bir şok edici şeylə hadisələrdir. Yəni nə vaxtsa belə şeylər görəcəyim ağlıma gəlməzdi. Yağdan oxumaqdan dayanmır. Tutarı özüm çəkmirəm ki, yol gedirik prosto, amma yenə yarım saatı vurduq. Hələ də gedirik. Yuxarı qalxırıq özə. Aşağı düşmürük. Aha. Bu neyse gördü, döndü sağa. Amma onlar qalxıla yuxarı. Kuşu dibindəyim dağın. Prosto bilmək istəyirəm, öküzləri bura gətirəcəklər, ora aparacaqlar. Mən də bilim, qalxım daha mənim yoxdur. Gəlir ala, öküzlər gəlir. Öküz iynəydi nədir? Dedilər get dayanma. Niyəsə dayanmaq olmaz. Bilmədim, adəti üzrə nədirsə. Amma dayanma dedilər get. Sadəcə meşənin ortasında bitən ağacdır, güldür, buna bax. Gör nə qəşəkdir. Gör nə gözəldir bu. Sadəcə meşənin ortasındadır. Bak. Say ay. Neyse başa düşmürdüğümüzde. Bizim İngilizcə də bilmir. Öz dilləri var. Gedək. Və tələsərək artıq gedirlər. Niyə bilmirəm. Onsa proses öküzlər gələndən sonra olur. Amma öküzlər də arxadadılar hələ. Amma qaçırlar. Silə tez çatsınlar. Qurban olsan, onsuz da adətlərimiz anormaldır da. Onsuz da anormal. Abi heç bu parentlər, valideynlər uşağa yazdığı gələrdi. Nə bu qədər niyə sürütdürürsün yana? Bir yaxın yer seçərdiniz də. Nə adı var axı? 40 dəqiqədən çoxdur gəlir. Hə, Allah çatdıq. Allahım çatdıq. Axır ki gəldik, çatdıq. Şükür bu günümüzə. Oy Allah, qoy sevirim. Öldüm mən. Siz mənə başa düşmürsünüz, mən. Yəni 24 dünya, 22 saat yatmayan adam və səhər tezlərindən küçələrdə, yollarda, nəsə proseslərdəyəm. Çəkilişlər eləm daim. Burada baş verəcək hadisə. Mən belə başa düşdüm. Orada da ikisinin var. Deməli, 2 dənə oradadır. Biri burada, biri burada. 4 dənə adam da burada nağda avtomat var. Kəndin içərisində də 2 nəfər də görmüşəm. İnəkləri qatıblar qabaqlarına, rəqs eləyirlər. Bu da bir adətdir. Başlarına da yarpaqdan, yolda ağacdan qırdılar. Yarpaqdan belə bir taz düzəldiblər. Və inəkləri qaçırdılar o yana, bu yana, o yana, bu yana. Bütün kütlə gəldi. Əzizli ilə palçıq vurdular inəyin üstünə. Yerdən palçıq götürüb vurdular. Başladılar yenə dəli kimi oynamağa. Ay dədəm var.
Öküzləri sıxışdırıblar, öküzlər dəli olurlar. Dəli olurlar, bir-birlərinlə dalaşırlar. Çox pis sıxışdırıblar. Bir qırağa çəkil, təhlükəlidir. Beyinləri çönə bilər öküzlərin. Yazıq heyvanlar, vallahi yazıqlar. Yani, kəsiyi bundan hörmətlikdə konuşsun. Şala bu əsl hamar kişisinin saç düzümüdür. Red palçıq qırmızı torpaqla eləyirlər. Bir saniyə, başında belə olur. Uşaqlar, gələn həftə bu adam tullanacaq bu prosesdən və onun ağsaqqalları belə deyək, ona bir taxta veriblər, orada onu gizlədir və inanır ki, bu taxta buna kömək eləyəcək və bir həftə onu orada qoruyub saxlayır ki, özü ilə ki, o prosesdən çıxa bilsin. That's okay, thank you. Növbətli proses gedir. Böyüklərindən nələrsə xeyir-dua kimi alacaqlar və bu prosesə başlayacaqlar. Amma tullanan oğlan hal-hazırda burada deyil. Yoxsa arxadakı da, yəni baxan üzündən biləcəm. Arkadakı olmalı, gizlənib arkada posta. Bu sən nə oxşadıram? Gəlin evində, bey evində söhbətlər oldu. O lampanın üstünə fırlanmalıdır. Deyəm, yo, bir şeydir. Lenti gəlinin qardaşı yoxdur, bəyin qardaşı şeylə bağlamalıdır. Bu proseslərə bənzər spor gedir ki, Allah belə olmalıdır, o deyir, elə olmalıdır. Nəticə yoxdur. Baba, bu ağlı ki, aparır o kişinki döyməni. O kişini aparır döyməni, o da etmək istəmir. Baba, ağrı aparatı oldu. Ağrı tut apardı və ağlaya aparır. Ağlaya aparır ki, oy, belinə bax. Ölüb bütün qan deyir. Ya, necə dözürlər buna? Mənə çatmır. Bax, gəldi, bibi gəldi. Bibi gəldi. Bu elə bir ki, böyük nəsil, kiçik nəsillə, orta nəsillə enerji ötürür kimi başa düşürəm mən. Mən belə gəlir. O da onun əlindən tutdu uşaqlar. Əlləri birləşdirər, nəsə enerji birləşdirirlər. Başa düşürüm. O da böyüklərindən aldığı taxtadır, onu ötürdü ona. Hə, o taxtanı ötürdü ona. O da onu orada gizlətdi. That wood is given by elders. Yes, understand. From devil. Yeah, understand. Yeah. We have responsibility. Okay, understand. So, halloldu mesela. Baba, böylər istiqamət verirlər ki, belə elə. Mən başa düşməyəm. O deyəsən düşməməlidir oradan. Bu süt uşaqlar. भाई शादी से पहले दूल्हे का यहाँ पे प्रैक्टिकल वो करवा रहे हैं। O da onu soktu oraya.
यहाँ पे देखते क्या होता है जी यहाँ पे जो फेस्टिवल होता है जिनकी ये रस्म है यहाँ पे और ये देखिए इसमें दूर काट के फेंको भाई ये İnəklər dəli olublar hala. Onu gör, ay da onu tutdular. Gəl, gəl. On niyə tutdular ki? Bu deyəsən qurban gedir. Bunu qurban verəcəklər bu seremoniyaya. Balaca uşaq tutub özü onu. Bu isə böyükdür, bana bax. Buna bax, bu insandan da ardıcıllığı qururlar, ha. Ardıcıllığı qururlar ki, kullansın. Al, üstüme gəlməyin, sən Allah. Və seremoniya başa çatdı. Gözümün altın şişindən yorğunluğumu anlayırsınız. İydən boğuluram. Çox dəhşətli, ardıcıl çəkən neçə saat idi bilmirəm. Oyda, xeyli vaxt gedir. Bitirdik. Gedirik maşına doğru. Dedim maşına doğru getmişkən sizə seremoniya imkan vermədi, göstərə bilmədim və onlar dağılışdılar, artıq başqa yerdədirlər. Turm ətrafında yaşayırlar. Çox böyük qəbilədirlər. Hamer qəbiləsi çox böyük və çox əsaslı qəbilələrindəndir. Efiopiyanın ən vacib qəbilələrindən sayılır. Adətləri çox genişdir. Biz hələ bir seremoniyanı gördük. Biz hələ qəbilədə vaxt keçirdə bilmədik. Mümkün olmayacaqdı zaten o. Gün bitdi çünki. Bunlar maldar tayfalarıdır. Yəni yarı köçəri maldarlıqla məşğul oldular. Bir gün burada yaşayırlar, bir gün orada yaşayırlar, bir gün o tərəf keçirlər, bir gün çayın bu yanında, bir gün o yanında və ancaq da maldarlıqla məşğul olurlar. Qadınların başlarına gördüyünüzdə qırmızı rəngdə idi başları. Bu xüsusi bəzi kişilərdə onunla elə, amma əsas qadınları ilə bu da ərli olduğunu bildirəndir ha. Yəni bu qadın ərli olub və salam. Bu bunu bildirmək üçün başına o qırmızı palçıqdan yaxır. Ən çox inancları ruhlaradır, xüsusi belə bir inancları yoxdur, ruhlara inanırlar. Gördüyünüz kimi Bibliyanın nəsə ötürməklə zaten ruhlara güc verdiklərini, onlardan enerji aldıqlarını düşünürdülər. Hamer qəbiləsi haqqında belə xüsusi başqa bir məlumat yoxdur. Ən vacib məlumatlardan biri, hamısını çatdırmışam sizə və ən vaciblərdən də biri hər qəbilədə olduğu kimi burada da qəbilə başçısı var. Qəbilə prosta bərabərlik halında yaşamır. Qəbilənin başçısı var, ağsaqqalı var. Onun fikirləri önəmlidir bu qəbilə üçün. Nəysə. Əməyimi dəyərləndirməyiniz üçün videonu like eləyə bilərsiniz, komment yaza bilərsiniz, share eləyə bilərsiniz, çoxlu baxa bilərsiniz ki, mən daha da həvəslənib, daha da gələn dəfələrə maraqlı videolar çəkmiş olum. Sizi sevirəm, yaxşı ki varsınız, görüşərik. Hələlik.